Dostlar, videoma hoş geldiniz. Mən Zibər. Dostlar, bugün sizinlə birlikdə sual-cavab videosu çəkirəm. Çünki həm Instagram story'də, həm də YouTube'da, shortslarda video paylaşdım və dedim ki, sualınız varsa verin. Yəni mənim haqqımda sizə nə maraqlısa o sualları verin. Sual-cavab videosu çəkib bu sualları cavablandıracağam. Və siz də suallar verdiniz. Mən də indi bu sualları bu videoda cavablandıracağam. Mənim kanalımdaki ilk vlogun bir ilinin tamam olmasına sayılı günlər qalıb və mən də düşündüm ki, bu bir ilə özəl belə bir video çəkim. Əslində kanalımın bir ili tamam olub, sentyabrda tamam olmuşdu. Hətta 2 il olmasına 4 ay qalıb. Və bu səbəblə də bir sual-cavab videosu çəkmək istedim ki, zaten mənim kanalımda sual-cavab videosu yox idi. Məncə maraqlı bir video olacaq. Gəlin onda ilk suala başlayaq. İlk sualımız bir dil öyrənmək istəsəydin hansı dili seçərdin? Dostlar, mən zaten dil öyrənirəm. Hətta bilənləriniz vardır. Yəni videolarımı izləyirsə biləcəksiniz ki, mən zaten ingilis dili, bir də Kore dili öyrənirəm. Amma ingilis dili və Kore dilindən əlavə bir Yapon dilini öyrənmək istərdim də fransız dilini öyrənmək istərdim. İngilis dilini də Kore dilini də istədiyim səviyyəyə çatdırdıqdan sonra Yapon dili və fransız dili öyrənə bilərəm. Hansı məktəbdə təhsil alırsan 192-də? Əgər bir ölkəyə getmək şansın olsaydı, bu hansı ölkə olardı? Koreya. Yəni Koreya haqqında videolar falan baxıram. Yəni Koreyanın çox az mənfi tərəfi var deyə düşünürəm. Mənfi tərəfləri də var, amma Koreyanın mədəniyyətini çox sevirəm də, yəni. Mədəniyyət yox sadəcə. Həm də ki, onların xarici görünüşlər falan mənim çox xoşuma gəlir. Yəni Koreya. İngilis dili səviyyəm dostlar B1-dir. Amma necə B1-dir? Elə ki, B1-i bitirmişəm. B2-dən də bir neçə söz bilirəm. Yəni tam belə B2 də deyiləm. Yəni B1 və B2-nin arası bir şeyəm ingilis dilində səviyyəm. Hansı saça sahib olmaq istərdin? Sarışın olmaq istərdim. ChatGPT keçmişində son yazdığın 2 cümlə nədir? ChatGPT istifadə eləmirəm. Ən son istifadə eləyəndə yanvar ayıydı. Yanvardan sonra da istifadə eləmədim. Adı Fidan imiş. Fidana buradan salamlar. Atan var, xeyr yoxdur. Sevgilim var ya da olub. Sevgilim hal-hazırda yoxdur, amma əvvəl olmuşdu. Harada yaşayırsan? Bakıda. Sevmədiyin sinif yoldaşın? Sinif yoldaşlarımın heç birini sevmirəm. Adı da Aynişan imiş. Aynişana buradan salamlar. Oxuduğum məktəb dediyim kimi 192. Hansı takımı tutursan? Takım tutmuram. Mən futbola çox da maraqlanmıram. Ən sevdiyin yemək? Aş, pizza, bir də makaron ola bilər. Amma ən çox aş və pizza. Amma daha çox pizza. Pizza. Ən sevdiyim marka? Ən sevdiyim xüsusi bir marka yoxdur, amma paltarlarımda çox vaxt Nike olur. Nike. Ən sevdiyin rayon? Sevdiyim bir rayon yoxdur. Yəni bütün rayonlar qəşəngdir. Yəni xüsusilə sevdiyim bir rayon yoxdur. Neçədə oxuyursan, əlaçısan? 9-u bitirdim, 10-cu sinifə keçirəm və əlaçı deyiləm, yox. Bir də neçənci isə və doğum günün haçandır? 2010-cu iləm, doğum günüm isə martın 18-idir. Kore dilini öyrənmək asandır sənin üçün. Kore dilini öyrənmək mənim üçün yəni çətin deyil, amma çox belə asan da deyil. Orta. Yəni çox çətin də deyil, çox asan da deyil. Səncə bir rəng olsan hansı rəng olardın və niyə? Məncə mən bir rəngi olsam dostlar, net bənövşəyi rəngi olaram. Niyə deyə soruşsanız, çünki mən özümə baxanda bənövşəyi rəngi görürəm. Yəni nə bilim, güzgüyə baxıram və özümdən bənövşəyi rəngin vibe'ını alıram da. Yəni məncə mən bir rəng olsam bənövşəyi rəngi olaram. Net bənövşəyi. Ən sevdiyin rəng mavi rəng. Mavi rəngdən başqa bir rəng sevmirəm. Çəhrayını biraz sevirəm, amma ən çox mavi rəng sevirəm. Məktəbdə sevdiyin olub, əvvəl olub. Gecə yoxsa gündüz? Gündüz. Ən sevdiyin yemək, dediyim kimi pizza. Ən sevdiyin aktivite? Mahnıya qulaq asmaq ola bilər. Mahnıya qulaq asmaq. Qardaşından başqa bacın ya da böyük qardaşın var. Qardaşımdan başqa bir bacım və yaxud böyük qardaşım yoxdur. Biz 2 uşağıq. Bir mən, bir də mənim qardaşım. YouTube'a necə başladım? Bundan əvvəl bir kanalın olub. YouTube'a mən dostlar ilk dəfə 2019-da başlamışdım. Bəlkə də bunu heç biriniz bilmirsiniz. Hətta bəlkə yox, heç biriniz bilmirsiniz də. Yəni bunu mən ilk dəfə YouTube'a 2019-da başlamışdım.
2019-2020 YouTube'daydım. 21-22'də YouTube'da değildim. 2023'dən yenidən YouTube'a geri qayıtdım. Bundan əvvəl də bir kanalım olub. Çox kanalım olub. Mən neçə dəfə kanal silmişəm. Ən sonunda dedim ki, bu kanalı açın və bu kanalda da qalın. Yəni bundan əvvəl də kanalım olub. Sevdiyim film və ya serial hansıdır? Film ya da serial çox izləmirəm, yəni açıqcası vaxt itkisi olduğunu düşünürəm. Amma serial izləyirdim əslində, amma o sezon finalinə çıxıb, yəni belə izlədiyim film və ya serial yoxdur xüsusi olaraq. Amma qorxu filmləri sevirəm. Qorxu filmi. Ən sevdiyim qız dostum, dostlar, mənim dostum yoxdur, yəni gecəsin necə yoxdur, bilmirəm yəni, amma dostum yoxdur. Həqiqətən dost dediyim bir insan yeni tanış olduğum biridir. Ondan əlavə də bir dostum yoxdur. Sadəcə Nərmin var, amma ki Nərmin yəni mənim qohumumdur, o da dostum deyil, yəni daim qızıdır. Hətta videolarımı izləyin, görəcəksiniz Nərmini. O da dediyim kimi dostum deyil, zaten qohumumdur. Heç tanımasaydım dediyim birisi var. Xoşladığın oğlan var, tam səmimi. Tam səmimi deyirəm ki, dostlar, mənim xoşladığım bir oğlan yoxdur. Ən sevdiyim fən dostlar ingilis dilidir. Mən ingilisdən başqa heç bir fən sevmirəm. Son 1 il ya da 2 ildir ki, sadəcə ingilis dili. Məktəbdə ən sevdiyim müəllimə əslində yoxdur, yəni müəllimələrin çoxunu sevmirəm. Amma düşüncə tərzini sevdiyim bir müəllimə var, o da kimya müəlliməmiz. Kimya müəlliməsinin düşüncə tərzini çox sevirəm. Daha sonra imtahanın hərəsində neçə toplanmışdım. Ayrı-ayrılıqda nəzərdə tutursan da yəqin ki, İngilis dilindən 55 bal, Azərbaycanla 66, riyaziyyatdan da 13 bal. Yanında vergül də var idi, amma yadımda deyil onların neçədir. Cəmi ki 139 bal idi. Yox, 138 vergül 8 idi, mən 139 deyirəm. Ən sevdiyim mahnı. Ən sevdiyim mahnı əslində çox tez dəyişir, amma hal-hazırda Wildflower. Desən adı elə idi də, o mahnıdır. Billie Eilish'in. Neçə yaşım var? 15 yaşım var. Bu enerji mənbəyi sənə hardan gəlir? Teşekkürlər. Ən sevdiyim müğənni kimdir? Bunu qardaşım yazıb. Ən sevdiyim müğənni Jenny. Hansı bürcsən? Balıq bürcüyəm. 9-un imtahandan neçə bal toplamışdın? 9-un imtahandan dediyim kimi 138,8 toplamışdım, amma mən 139 deyirəm. Uşaqlıqda kim olmaq istəyirdin? Peşə olaraq nəzərdə tutursan deyə düşünürəm. Mən prezident olmaq istəyirdim. İnsanları tanımaq üçün ilk nəyə fikir versən? İnsanları tanımaq üçün mən ilk öncə onların danışıq tərzinə fikir verirəm. Çünki bir insanın danışıq tərzindən yəni nə mal olduğunu anlaya bilərsiniz. İnsanların danışıq tərzinə fikir verirəm. Əgər görünməz olsaydın ilk nə edərdin? Əgər görünməz olsaydın dostlar, ən birinci gedərdim marketə və marketdə istədiyim hər şeyi götürüb geri qayıdardım. Hansı sehirli gücə sahib olmaq istəyərdin? Bir görünməz olmaq istəyərdim. Bir də bilsiz nə istəyərdim? Selena eləyir, belə eləyir, sonra yox olur. Ondan istəyərdim. İstədiyi məkana ışınlanır. Ondan istəyərdim. Ən çox hansı fəsili sevirsən? Niyə? Ən çox dostlar, mən yazı bir də yayı sevirəm. Çünki mənim soyuq havalardan zəhləm gedir. Yəni soyuq havadan həqiqətən heç xoşum gəlmir. Ən sevdiyim fəsil yaz deyə bilərəm. Yaz. Çünki istidir. Sən də YouTube-a nə vaxt başlamaq fikri yananda necəm? Dostlar, mən 9 yaşında olanda, yəni 2019-da YouTube videoları izləyirdim. Normal olaraq, hər uşaq kimi YouTube videoları izləyirdim. Və mən düşündüm ki, bunlar çox qəşənglər. Yəni mən də bir YouTube kanalı açım, mən də onlar kimi olum deyə düşünürdüm. Sonra 2019'da YouTube kanalı açtım. 2019-2020'de bu kanalım var idi. Sonradan videolarım izləmədi deyə kanalı bıraktım. Sonra 2023'də TikTok'da mən vloglar paylaşırdım. Böyük ehtimalla bunu heç biriniz bilmirsiniz. Amma mən 2023'də TikTok'da vloglar paylaşırdım. TikTok'dan sonra isə keçdim yenidən YouTube'a. YouTube'da da yeni vloglar paylaşmaya başladım. Neçənci qrupa vermək istəyirsən? 5-ci qrup. Kanalın adını dəyişsən nə qoyarsan? Kanalın adını dəyişmək istəmərəm. Çünki yəni mən 2023-cü ildəndir ki, Zivernizəm. Zivərniz olaraq da davam etmək istəyərəm.
Və bu şərhi yazan Ruslanadır. Ruslana da mənimlə eyni məktəbdə oxuyan bir izləyicimdir. Hətta onunla görüşmüşdüm bir dəfə məktəbdə. Bir dəfə yox, neçə dəfə görüşmüşük. Onunla da görüşmüşük yəni. Buradan ona salamlar. Adınızla tanış olmaq olar. Bundan sonra Nərmin yazıb. Daim qızı Nərmin. İlk YouTube kanalım neçənci ildə qurulub? 2019-da. Və suallarımız da bura qədər idi. Ümid edirəm ki, sizə maraqlı olan bütün suallara cavablaya bildim. Əgər videonun sonuna qədər izlədinizsə, like atmağı və kanalıma abunə olmağı unutmayın. Və dostlar, əgər sizin sualınız burada yoxdursa, ya eyni sual verilib deyə almamışam, ya da ki, bir-birinə bənzər suallar olduğu üçün videoya qoymamış ola bilərəm. Bu qədər. Bay bay.